Salam, bugün mən sizə coğrafiya test toplusu 2025-ci il 1-ci səhifə 258-də bir neçə məsələlərin izahını verəcəyəm. Və bu məsələlərin izahını verməzdən öncə qeydlər edək. Okean sularının xüsusiyyətləri cəryanlar bölməsində və duzluğa aid qeydlər edək. Okean sularında duzluluq promil ilə, yəni 1000 qram suda həll olan duzun miqdarı ilə ölçülür və dünya okeanda orta duzluq 35 promildir. Okean sularında duzluğun miqdarı okean suyunun temperaturundan, səthə düşən yağıntının miqdarından asılıdır. Və ekvatorial enliklərdə duzluq 34-35 promil, tropik və subtropik enliklərdə 36-37 promil, mülayim enliklərdə 33 promil, qütb ətrafı enliklərdə isə 32 promildir. Və bir də qeydlər edək. Əsasən Xəzər dənizində, müxtəlif dənizlərdə duzluluq müxtəlif olur, yəni məsələ həllərində bizə lazım olacaqdır. Qırmızı dənizdə duzluluq 42 promildir. Ən duzlu hissəsi Qırmızı dənizdir, 42 promildir. Baltik dənizində 10 promildir, bəzi məsələlərdə 11 promil götürülür. Xəzər dənizində 13-14 promildir. Və bir də qeydlər edək. Exalot, batiskaf və s. Yəni okean dibinin, okeanların dərin hissələrini öyrənmək üçün batisfer və batiskaf adlanan qurğulardan istifadə olunur. Həmçinin 1-ci Dünya müharibəsi zamanı okeanların dərinliyini ölçmək üçün exalot kəşf olundu və exalotun iş prinsipi gəmidən okean dibinə qısa səs dalğaları siqnallarının yayılması, yəni göndərilməsinə əsaslanır. Və burada okean dibinə göndərilən səs dalğaları 1500 metr/saniyə sürətlə hərəkət edərək geri qayıdır və qəbul edilir. Və buna əsasən dərinliklər müəyyən edilir. Bir də qeyd edək, eyni dərinlik nöqtələri birləşdirən xətlərə izobatlar deyilir. İzoqalinlər nəyə deyilir? Duzluluqları, yəni eyni duzluğa malik olan nöqtələr birləşdirən qapalı əyri xətlərə izoqalinlər deyilir.